Hər vaxtınız xeyirli olsun. Bu gün sizlərə Netflix hesabı alan müştərilərimizin ən çox qarşılaşdığı household xətası ilə bağlı yaratdığımız sistemin yeniləmiş versiyasını təqdim edirik. Bu videoda sizlərə saytın istifadə qaydası və işləmə prinsipi barədə ətraflı məlumat verəcəyik. Əgər siz də istifadə zamanı ekranda gördüyünüz xətalarla qarşılaşırsınızsa, saytımızdan istifadə edə bilərsiniz. Saytın işləmə prinsipi çox sadədir. Daxil olduğunuz zaman Netflixin mailini sayta daxil etməklə sizə lazım olan kodu 724 birbaşa olaraq bizə yazmadan özünüz əldə edə bilərsiniz. Telefonda təsdiq prosesi çox sadədir. Proqrama daxil olduqda bu ekranla qarşılaşırsınızsa, ilk etməli olduğunuz şey ekrandakı getiri olaraq yazısını seçməkdir. Getiri olaraq izlə yazısını seçdikdən sonra sizi Netflix proqramı bir sonraki ekrana yönləndirir. Bu ekranda e-posta göndər yazılı bir düymə var. Buna da toxunduqdan sonra artıq sizi növbəti mərhələyə, yəni 4 rəqəmli kodu daxil etmənizi istəyir. Bu kodu birbaşa olaraq saytımıza daxil olursunuz. Saytımızın adı kod.skygames.az-dır. Sayta daxil olduğunuzda ilk hissədə sizə Netflixin mailini yazmaq üçün bir hissə var. Buraya sizə verilən Netflix hesabınızın mailini daxil edirsiniz. Daha sonra axtar düyməsini kliklədikdə bir saniyə ərzində sizə gələn mailləri görmüş olursunuz. Ayın tarixini kimi burada bildirilir. Sizin göndərdiyiniz tarixə uyğun olaraq maili seçirsiniz. Yəni ən üstdə olanı seçdikdə aşağı hissədən artıq sizə gələn maili, yəni kodu görmüş olursunuz. Burada isə etməli olduğunuz tək şey kodu al yazısına toxunmaqdır. Kodu al yazısına toxunduqda sayt sizi növbəti bir səhifəyə yönləndirəcək və ekranda 4 rəqəmli bir kodu görmüş olacaqsınız. Həmin kodu daxil olaraq proqrama yenidən 4 rəqəmli kodu daxil edərək davam edə bilərsiniz. Televizorda da eyni qayda ilə televizorda daxil olduqda sizi bir ekran qarşılayır. Ekranda iki tip yazı var: səyahət edirəm və Netflix ailəsinə aid yazıları güncəllə yazısı var. Əgər səyahət edirəm yazısını görürsünüzsə bunu seçin. Növbəti ekranda sizi kod almaq üçün bir səhifəyə yönləndirəcək. Eyni qayda ilə e-posta göndər yazısını seçirsiniz. Ekranın sol hissəsində yerləşir adətən. Bunu da seçdikdən sonra sizdə ekranda 4 rəqəmli bir kod istəyəcək. Eyni qayda ilə. Bunu da yenə saytımıza daxil olub Netflixin mailini daxil edərək axtar düyməsini klikləyirik və burada ekranda bizə Netflix keçici kodumuzu göstərir. Üzərinə toxunduqda aşağıda bir panel bizi qarşılayır. Burada yenə kodu al yazısını seçirik. Sayt bizi xarici bir sayta linkə yönləndirəcək. Ekranda isə 4 rəqəmli kodu gördüyümüzə görə rahatlıqla həmin kodu televizorumuza daxil edərək istifadə edə bilərsiniz.